yolda gedəndə sən baxırdın ki, nədir bu belə? Yəni baxmırdın. Kosmosdan. Hə, yəni bildiyin kosmosdan gəlib avtomobil, amma hal-hazırda həmin şirkət bildiyim qədərilə batıb. Misal elə. üçün, hə, indi sən o avtomobilin hər hansı bir problemini necə həll edəcəksən, adicə indi avtomobil sürmək üçündür. Yolda sürürsən, hər hansı bir qəza baş verə bilər, nəsə ola bilər. O zaman sən bu avtomobilin ehtiyat hissələrini necə tapacaqsan? Bunlar hamısı sualdır. Əvvəl belə bir problem var idi ki, misal üçün Amerika mənşəli avtomobilləri Cadillac'dır, Chrysler'dir, çox adam almırdı ki, bunun zapçastını tapmaq var, ehtiyat hissəsini tapmaq məsələsi. Onda da yeni bir həlli var idi ki, ən azından Amerikadan sən sifariş verə bilərsən və yaxud da ki, əsas indi bizdə ikinci əl bazarı Dubaydan gəlir ehtiyat hissələr. Dubaydan gedib tapa bilərsən, amma artıq bu şirkət bağlanıbsa və sənin sürdüyün avtomobildən cəmi 1000 dənə, 1500 dənə istehsal olunubsa və daha sonra şirkət batıbsa, artıq məncə sən daha böyük bir problemin içindəsən.